Salam aleykum, dur qəti keçmə, ruzu ilə bağlı problem yaşayırsan. Çox dəyərli izləyicilərimizdən biri bu cür gözəl rəy bildirdiyiniz üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Allah sizi sevsin, sevdirsin, sevindirsin inşallah. Dəyərli izləyicilər, bu videonu bəyənin, komment yazın. Yaddaşa salın, lazımınız olacaq. Takip atın, gəlin WhatsApp-a, sizə mənəvi Allahdan gələn hədiyyələrimiz var. Deməli, gözəl dəyərli izləyicilər, ruzi üçün problem yaşayırsan, sana elə bir möhtəşəm ruzi duası kodlaşdırmasını təklif edəcəm ki, insanda nə qədər ruzi ilə bağlı müsbət enerji varsa, hamısı onun həyatından hasil olmaya başlayır. Fərasət qabiliyyəti artıran, uşaqlarından narazılıq edən valideynlər, ruzi ilə bağlı, işləmək istəməyən evlatları ilə bağlı narazılıq edənlər, gəlin sizə, evlatlarınıza və sizin üçün elə bir möhtəşəm ruzi bollluq, bərəkət kodlaşdırmasını edər ki, tərifi qeyri-mümkün. Quran-ı Kərimdə nə qədər ruzi ilə bağlı, bərəkətlə bağlı, şifrəli kodlu ayələr varsa, hamısı məlumatlarınıza şifrələnir, kodlaşdırılır. Bəli, həmçinin də Cənnətul Əsma içində Əl-Muğni, Əl-Rəzzaq, Ən-Nafiyu, bərəkət üçün, Karınca duası, İsmi-Əzəm, Qırxaçar duası, Ayətül Kürsü, Coğşan Kəbir duası. Mənəvi olaraq hədiyyədən danışmışdıq. Ad dəyişmə bizdən sizə hədiyyə olacaq. Bəli, mülkün alışı satışı. Elə insanlar var ki, evi o qədər gözəl yerdədir. Çox aşağı münasib qiymətə verir. Digərlərin evləri sizin evinizdən həm məkan olaraq yaxşı yerdə deyil, həm də qiymət olaraq yüksək, amma onlar sizdən daha tez satırlar. Amma siz onlardan həm gözəl evə sahibsiniz, həm yaxşı yerdədir. Sənətləriniz qaydasında hər şey yaxşıdır, amma bir türlü alıcı gəlir, baxır kimə qayda gedir, geri dönüş eləmir. Bəli, mülkün alışı satışı, həmçinin də gözəl xanımlar var, hansı ki əziyyətkeş, zəhmətkeş, bir türlü çalışırlar, çabalayırlar. Onların işləyənlər, yəni açıq şəkildə desək, hər hansısa bir obyekt işlədənlər, salon işlədənlər, müştəri cəlbi üçün ruzinizi çox özəl, müntəzəm bir şəkildə artıracaq ruzi kodlaşdırması deyirəm. Bu kodlaşdırmanın adı Ərşül-Əzəm. Ərşül-Əzəm duasının kodlaşdırmasının daxilində Mülk-ü Süleyman duasının da kodlaşdırması var. Hamısı bir yerdə. Bəli, mülkün alışı, satışı, ticarət üçün, onlayn istəsən istə fərq etməz, müştəri cəlb edəcən çox möhtəşəm, müntəzəm bir kodlaşdırmadır. Yalnız ruzi üçündür. Dediyim kimi, 4 samavi kitabdan nə qədər şifrəli kodlu ayələr varsa, abcət hesabınıza, məlumatlarınıza şifrələnir, kodlaşdırılır. Rəhmani olaraq birbaşa şuuraltı təsir vericidir sana. İnsanın fərasətin, qabiliyyətin, qoçaqlığını artırır. Ən çox da bədəndə olan enerjini yüksəldir. Bəli, tamamilə zəmanətlidir. Bu cür sıxıntıda olan insanlar müraciət elədi və kimə etdiysə, hər kəsin geri dönüşü təşəkkürdür. Subut istəyən varsa buyursun. 800 nəfərə yaxın WhatsApp qrupumuz var, orada insanlar var. Orada admin bizik və orada olan faydaları bir-bir sizə göstərə bilərik. Kimsəsə buyursun. İnşallah kodlaşdırma barədə əlaqə saxlasın, məlumatın alsın. Ruzi kodlaşdırması isə çox möhtəşəmdir. Cibinizə tam uyğundur. Az bir miqdarda ləvazimatlardan istifadə edərək bunu siz özünüz də edə bilərsiniz. Əgər bu sizə əl çatan deyilsə, gücünüz çatmırsa, vaxtınız yoxdursa almağa, biz onu sizin üçün də təşkil etməyə yardım edərik. Bəli, bu cür faydalı məlumatlar əldə etmək üçün səhifəni takipdə saxlayın. Ekranı bəyənib, komment yazmağı, fikir bildirməyi unutmayın. Allah sizi sevsin, sevdirsin, sevindirsin inşallah.